Vaginizm qadınlarda ən xoşagəlməz xəstəlikdir. Bəzən nüfuz etmək cəhdinə cavab olaraq uşaqlıq yolunu əhatə edən əzəllərdə təkrarlanan qeyri-iradi əzələ spazmları meydana çıxır. Bu vaginizmdir. Bu spazmlar uşaqlıq yolu girişini daraldaraq blokada hissi yaradır. Nəyinsə içəri daxil edilmə cəhdi sanki divarla kəllə-kəllə gəlməyə bənzəyir. Vaginizmdən əziyyət çəkən qadın qəfil uşaqlıq yolu girəcəyinin sıxılmasını, təzyiq etməsini, yanmasını hiss edir. Yayılmış əlamətləri daxil olmazdan öncə güclü qorxu hissinin yaranmasıdır. Məhz buna görə də vaginizm fobiyaya aid edilir. Spazmlar hissəvi olaraq beyin siqnalları ilə dəstəklənir. Əgər insan ağrıya görə nevrozluq, qorxu və həyəcan yaşayırsa, beyin çanaq dibi əzələlərinə təhlükədən qorunmaq üçün yığılmaq siqnallarını göndərir. Hətta tamponun istifadəsi, ginekoloji müayinə və ya o nahiyəyə fiziki toxunmaq fikri belə bu refleksi oyadaraq spazma gətirib çıxarır. Bu mexanizmə görə hansısa predmetin gözə yaxınlaşdırılması zamanı gözün qırpılmağına bənzəyir. Vaginizm əlamətləri böyüdükcə meydana çıxır, adətən ilk cinsi akt cəhdində, tampon istifadəsində və ya ginekoloji müayinədə ilk dəfə özünü göstərir. Ancaq vaginizm gec də uzun müddət təcrübəsi olan qadında da özünü büruzə verə bilir. Vaginizmin səbəbləri həmişə aydın olmur, amma səbəblər arasında bunları ayırd etmək olur. Seks öncəsi həyəcan və qorxu, ağrılı seksual təcrübə, xoşagəlməz tibbi müayinə, ağır doğuşlar, bəzi tibbi vəziyyətlər, məsələn, kandidoz. Hamıda əzələ gərginliyi eyni olmur. Bəzi insanlarda yüngül, digərlərində isə nüfuz olunmağı mümkünsüz edə biləcək qədər güclü ola bilir. Vaginizm tez-tez rast gəlinir, ancaq dəqiq statistikası yoxdur. Çünki çox insan bu halı həkimə deməyə utanır. Xoşbəxtlikdən vaginizmin müalicəsi var və o müalicəyə tabe olur.